Bakın dostlar, video çəkilişimi davam edirəm. Hal-hazırda bura məzarlıqdır. Zibillikləri görürsüz. Bax, görürsüz. Sağ və sol. Hamısı zibilliklərdir. Heç bir abadlıq işi yoxdur. Baxın. Görürsüz zibillikləri. Və hətta buradan keçirəm. Buradan keçirəm yenə də. Bax, görürsüz, hər şey burada bərbad vəziyyətdə. Baxın, 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 baxın. Bütün hər yer zibillikdir. Burada abadlaşdırılmış heç bir şey yoxdur. Və bütün vəziyyətləri görürsünüz, nə vəziyyətdədir burada. Dağıdılmış vəziyyətdə görünür. Və burada bax, hətta şəhidlərimizin qabağıdır, qarşısıdır. Biraz burada nəyəsə əl gəzdirilib. Gözdən pərdə asmaq üçün. Keçirəm, bax, şəhidlərimizin yanından bax, göstərirəm sizə zibilliyi. Zibillikdir hər yer. Abadlıq işi o deməkdir ki, yəni tam sərbəst, təmiz şəkildə təmizlik aparılmalıdır. Hər yer kol, köz. Bax, görürsünüz. Hər yer zibil. Heç bir kraska işi getməyib. Heç bir kraska işi yoxdur burada. Hətta bu bizim Yazılı Qərbiristanlığına məskunlaşan keçmiş qəhrəmanlarımızın, buyurub baxa bilərsiniz. Bütün Yevlax şəhər kəndlərinin adları buradadır. Diqqətlə baxa bilərsiniz və videonu çəkib yaxına oxuya da bilərsiniz. Əgər burada kimsə bir abadlıq nəysə, abadlaşdırılmış nəysə görə bilirsə, buyursun, desin ki, bəli, burada abadlıq işi aparılıb. Buyurun. Burada abadlıq işi aparılmayıb. Burada bərbadlıq işi aparılıb. Hər şey üst-üstə, gərgin vəziyyətdə. Azərbaycanın tarixidir bura. Azərbaycanın tarixidir bura. Bax, buyurun. Əgər abadlıq bir iş varsa burada, mənə deyə bilərsiniz ki, burada abadlıq gedib. Ay filan nəzarətçi. Siz şəhər böhtan danışırsınız. Hətta bura fosfason yerdə qoyurlar ki, güya post bağlıyor. Buradakı dəmir durbalar, postlar var. Onların hamısı sökülüb, gedib yoxdur. Yerinə ağac bağlayıblar.